Hörmətli izləyicilərimiz, 7 sot yarımda 2 mərtəbə jackpot bir dənə variant çıxdı. Bax, bir dənə belə bir variant. Olmayan ağac yoxdur həyətdə. Elə sevinirəm sizin yerimizə. Bax. Alçanın böyrüyünə baxın. Bax. Maşallah cənnətdir. Cənnət hörmətli izləyicilərimiz. Burada da alçası var. Alçanın 3 dənə növü var. Burada alma ağacı. Əncillərin növ. 6 növ əncili var burada. 6 növ. Hörmətli izləyicilərimiz, həyətində hardasa 70-80 dənə ağacı var. Bar verən ağacı var. Evimizdə ki 2 mərtəbədir. 2 mərtəbə müəyyən işlər də görülüb. Sənət də kubca fərdi yaşayış. Qiymət də ki, hörmətli izləyicilərimiz, super bir qiymətə verilmiş. Bax, düşün ağacı. Fındıq ağacı. Elə bir İsmail ördəsi. Qəbəl ördəsi. Fındıq ağacına qədər bax, maşallah. Abşeronun ağ şanı üzümlərindən. Gəl. Maşallah, buna bax. Bunlar da cavalıdır, hörmətli izləyicilərimiz. Bunlar da cavalı. Gəl. Maşallah, mən belə ağacları əhəngiliyiblər. Çox gözəl qulluq ediblər. Bunun yarpağı da bilirsiniz də. Həm dolmalığa yarayır, axşam. Başı çıxanlar bilir. Ay maşallah, ağacların dibini açıblar. Torpağı çox məhsuldar torpağı, hörmətli izləyicilərimiz. Buradan bir gilasdan qupardan yer görək necədir. Belə qızarır, belə tezə qızarır, hörmətli izləyicilərimiz. Oy da, hörmətli izləyicilərimiz. 10 dənə vişnə ağacı, 10 dənə gilas, 1, 2, 3, 4, 5, 6, ərik ağacı, gəlin, cənnət kimi hörmətli izləyicilərimiz. Ayda tutun nə qədər var, hörmətli izləyicilər. Super bağda, bir dənə buradan göstər bağlayım. Hörmətli izləyicilər, mən buna meşə kimi yazardım, meşə kimi həyəti olan, başlıqda da yazsam. Meşə kimi həyəti olan 2 mərtəbə bax, gəl. Evdəki şəxsi özünə tikilmiş daha. Sən evimiz üstlərdə göstər, hörmətli izləyicilərimiz baxsın. Nə hörmətli izləyicilərimiz. Baxın bir evə. Şəxsi özünə tikilmiş evdir. Evin müəyyən işləri qalıb, kosmetika işləri qalıb. İndi onu keçib təqdim edəcəm sizə. 7 sot yarımda meşə kimi həyəti var. Sarayda Saray MTK-ya 100 metr məsafədə yerləşir. Keçək indi evimizlə tanış olaq. Keçək tanış olmağa. Bax, sistemi çəkilir hər şey qaydasında. Burada bir dənə zaldır. Geniş bir dənə zaldır, hörmətli izləyicilərimiz. Ağabey, bu işləri görülür, pavilon işləri, tok sistemləri, qıpçatırlar bağlanıb. Yerdə ki, qardaş dedi şiltovka olunub, lak qırılacaqdır. Tibiskentin yeri hazır vəziyyətləri. 4 gün tərəfə qoşadaşlanır ki. Ay maşallah. Bir dənə burada mətbəxi. Bax, şəxsə kiçili evlərin üstünlükləri. 2 dənə açma qoyurlar. Tam qaydasında. Görəcək. Burada belə böyük bir sanuzel var. Bax, orada duş kabinası var. Duş kabinasına qədər qoyub. Mən bu boyu sanuzel, 8 kvadrat sanuzel görməmişdim. Aşağıda bir yatan otağı burada. Özdə ki, öz həyətini alsın. Qardaş özünə tikdiyi üçün, özü üçün tikdir. Şəxsi özünə tikdiyi üçün. Bax. Qışqır hava gəlir burada. Burada kondisionerə ehtiyac yoxdur, hörmətli izləyicilərimiz. Zəb sənin olacaq. Bir yatan otağı burada. Yenə xoşum gəldi. 2 dənə açılanmır. Özdə pinapin. Pencərələr hamısı pinapindir. Yataq otaqları hamısı 18 kvadratdır. Böyükdür. Yəni sanuzel 8 kvadrat. Keçək bir mansarda. Hörmətli izləyicilərimiz. Mansardakı taxtası işləmli, alçan yanılı, bir qardaş qeydilər ki, daş yününə izolasiya olunur. Real alıcılarımız bu cür evi əldən qaçırmaq istəmirlərsə, meşə kimi 2 mərtəbə evi əldən qaçırmaq istəmirlərsə, səhifədəki nömrəyə əlaqə saxlasınlar, buyursunlar, zəng eləsinlər.